Yenidən yolumuzu Soyuq əllər, isti ürəklər yarmarkasına saldıq. Uşaqlar keçən dəfə dada bilmədikləri yeməkləri bu dəfə mütləq yemək istədiklərini dedilər və həvəslə növbələrdə dayanmağa razı oldular. İlk yaxınlaşdığım stend balıq əkmək oldu. Özüm üçün 6 manatlıq balıq əkmək sifariş etdim. Daha sonra uşaqlar üçün məşhur Doritos stendində 15-20 dəqiqə növbə gözlədik. Qeyd edim ki, əgər içərisinə sosiska əlavə olunarsa, qiyməti 11 manat, sosiskası isə 9 manat idi. Üstəlik kola hədiyyə verilirdi. Doritos'un tərkibinə yaşıl konserv noxudu, qarğıdalı konservi, iri lobya, Doritos, bişmiş didilmiş toyuq əti və müxtəlif soslar əlavə olunurdu. Yemək o qədər tutumlu idi ki, uşaqlar axıra qədər yeyə bilmədilər. Daha sonra şirniyyat stendinə yaxınlaşaraq çiyələkli və blueberryli mochi sifariş etdik. Qeyd edim ki, bu mochilər dondurmalı idi. Həm uşaqlar, həm də mən çox bəyəndik. Bir ədədinin qiyməti 2 manat 50 qəpik idi. Çıxarkən uşaqlar üçün İzmir bombası aldım. Şirniyyatın içi tamamilə şokolad yağı olduğundan mən o qədər də bəyənmədim. Daha sonra üz tutduq bulvardakı yarmarkaya. Buradan sifarişimiz korundog oldu. Bu yeməyi də uşaqlar çox bəyəndilər və günümüz xoş təəssüratlarla başa çatdı.